Salamlar dostlar, mən Python. Bu mənim ilk uzun videomdur. Gördüyünüz kimi burada səsimi eşidirsiniz. 30 abunədə də üzümü göstərəcəm. Bu gündən sizə mobil oyunların, məsəl üçün Standoff 2-nin, Car Parkingin və yaxud da başqa oyunların necə işləyə biləcəyini göstərəcəm. Mən burada BlueStack-lə işləmişəm. BlueStack 5-lə. Amma sizdə fərqi yoxdur. İstədiyiniz nə işləyə bilərsiniz Elder Play-lə. BlueStack-lə işimi bitirmişəm deyə indi Elder Play-lə göstərəcəm. Elder Play-də da yəqin eyni olmalıdır. Birinci Elder Play açırıq. Gəlin göstərəcəm. Və buradan birinci appsə giririk. Buradan Play Store-a giririk. Tövbə estağfurullah. Buradan sign in'ə basırsınız. Əgər sizdə sign in deyilsə, buradan sign in eləyəcəksiniz. Tövbə estağfurullah. Qızlar çıxarır qabağıma. Demək, burada sizdən e-mailinizi soruşur. Buradan e-mailimizi yazırıq. Buranı gizləyəcəm. Gizləyə bilsəm. Ya da çox önəmli deyil. Yəni, mesaj atmaq istəsəz, yuxarı qoyacam onsuz da. Gizləməyin buranı. Demək. Buradan buna yox, next-ə basırıq elə. Buradan gəlirik. Passwordunuzu qeyd eləmişsinizsə, siz oradan şey edə bilərsiniz, baxa bilərsiniz. Mən burada gizli bir dənə yerim var. Passwords. Gmail. Bana sonra kontrol edelim. Kopyalayırsınız. Ondan sonra buraya gelirsiniz. Yapıştırırsınız. Ondan sonra next'e basırsınız. Durun burada. I agree. Buradan I agree'ye basırsınız. Buradan accept'e basırsınız. Ve siz artık içeridəsiniz. Buradan istədiyiniz oyunu işləyə bilərsiniz. Məsələn, Brawl Stars. Buradan install'a basırsınız və yüklənir. Bu qədər basit. Mən indi işləməyəcəm çünki Brawl Stars oynamaq istəmirəm. Ona görə yəni bu qədər. Xoşunuza gəldiysə və faydalı olduysa altdan videomu bəyənməyi unutmayın. Kanalıma da bildirimləri, belə videoların davamı üçün bildirimləri açmağı unutmayın, abunə olmayı unutmayın. Kənardan başqa yerlərdən editlər də paylaşıram. Kanal böyüyəndən sonra da oyun videoları, canlı yayınlar paylaşacağım. Sağ olun. Bay bay.